Salam, əziz dəyərli dostlar, hər vaxtınız xeyir. Qarşıdan gələn Qurban bayramınızı təbrik edirəm. Bu günləri dünya müsəlmanları bayram namazı qılacaq və Azərbaycan xalqımızda əsrlər boyu bu namazı qılmışlar. Ümumiyyətlə namazın qılınma qaydası necədir, onu sizə izah edəcəm. Əvvəla bunu bilək ki, bu namaz Salatul Eiddir, yəni ərəb dilində adı belədir. Fitr və Qurban bayramının namazları eyni olduğuna görə onlara Salatul Eideyn deyilir. Namazın vaxtı gün çıxandan gün ortaya qədərdir, yəni zöhr azanına qədərdir. Namaz İmam Zaman əleyhissalamın, yəni Şiə fiqhində zamanın imamı hazır olduğu dövrdə vacib, cəmaatla qılınması vacibdir, amma qeyb olduğu dövrdə isə cəmaatla qılınması müstəhəb, fərqli də qılmaq olar. Yəni hər ikisini insan yerinə yetirə bilər. İnsan evində də, işində də və yaxud məsciddə də bu namazı fərqli şəkildə qıla bilər. Namazın qaydası necədir? Təbii ki, mən qısa şəkildə bu gün sizə izah edəcəm ki, hər kəs bu namazı qıla bilsin. 2 rükətdən ibarət sübh namazı kimidir. Niyyət edirik, Qurban bayramının namazını qılıram, qurbətən ilallah, Allahu Ekber dedik. Həmd oxuyuruq, Bismillahirrahmanirrahim, Elhamdülillah aləmin, Ər-Rəhmanirrahim, Bələz-Zalinə qədər və sonra İxlas surəsi, Bismillahirrahmanirrahim, Qul huvallahu əhəd, Allahus səməd, ləm yelid və ləm yulad və ləm yekun lehu kufuven əhəd. Bunu dedikdən sonra 2 rükətli namazın birinci rükətində 5 təkbir, 5 qunut var, ikinci rükətində isə 4 təkbir və 4 qunut var. Yəni, birinci rükətdə Allahu Ekber dedik, qunut tuturuq, Allahümmə salli ala Muhammedin və Muhammed, Allahu Ekber. Allahümmə salli ala Muhammedin və Muhammed, Allahu Ekber. Allahümmə salli ala Muhammedin və Muhammed, Allahu Ekber. Allahümmə salli ala Muhammed və Muhammed, Allahu Ekber. Allahümmə salli ala Muhammed və Muhammed, Allahu Ekber. Yəni birinci rükətdə 5 təkbir, 5 qunut, ikinci rükətdə isə 4 təkbir və 4 qunut vardır. Təbii ki, qunutda salavat da demək olar və yaxud da Allahümmə əhləl kibriyə vəl-əzəmə və əhləl cüd vəl-cəvərud duasını da oxumaq olar. Mən bu duanı aşağıda qeyd etmişəm. Baxa bilərsiniz. Təbii ki, bax, xülasə olaraq namazın qılınma qaydası bundan ibarətdir. Bəli, əziz dostlar, namaz qılındıqdan sonra insan Fitr və Qurban bayramı namazlarında daha yaxşı olar ki, Fitr namazında, yəni Ramazan bayram namazında insan həmən günlər, yəni oruç tutmaq haramdır, 2 bayramda da oruç tutmaq haramdır, oruç niyyəti etmək də batildir, amma heç bir şey yeməyib Fitr bayramında bir şeylə başlaya bilərik, bir şirniyle, bir çayla, sonra namazımızı qıla bilərik. Amma Qurban bayramı namazında isə daha yaxşı olar ki, qurbanlıq kəsildikdən sonra qurbanlıq ətindən yeyilsin. Bundan da əlavə qapalı yerdə qılmaq namazı məkruhdur. Açıq bir yerdə, geniş bir arenada qılınsa daha yaxşı olar. Bundan da əlavə